Tell me in a sentence who you are. Nobody. I'm nobody. I'm a tramp, a bum, a hobo. I'm a boxcar and a jug of wine. And a straight razor if you get too close to me. Claims she originally lied about Manson's role in the murders to protect him during their... Are you saying? I question his, huh? Are you saying? Same? Yes. That's relative. Me and the table. Charles Manson 20-ci əsrin ən məşhur və qorxulu serial qatillərindən biri olaraq tanınır. O 1934-cü ildə ABŞ-ın Ohio ştatında doğulub. Manson ailəsi adlanan 1960-ların sonlarında Los Angeles ətrafında fəaliyyət göstərən bir qrup gənc qadın və kişidən ibarət sektanın lideri idi. O, bu qrup vasitəsilə bir çox cinayətlərə və qətllərə səbəb olmuşdur. Charles Manson uşaqlıq dövrünü kimsəsizlər evində keçirib və bir çox dəfə həbs olunub. 1960-larda Kaliforniyada, xüsusən San Francisco və Los Angelesdə gənclər arasında populyar olan hippi mədəniyyətindən təsirlənərək Manson ailəsini qurdu. Manson özünü bir xilaskar kimi təqdim edirdi və tərəfdaşları onu sanki bir İsa kimi görürdülər və ona tapılmağa başlamışdılar. Mansonun ideologiyası əsasən dövrün sosial və siyasi gərginliyindən qaynaqlanırdı. O, Helter-Skelter adlandırdığı bir qlobal qarışıqlıq və müharibə fikrini irəli sürürdü və tərəfdarlarını bu ideya ilə manipulyasiya edirdi. 1969-cu ilin iyul ayının sonlarında artıq hər şey dəyişəcəkdi. Qrupdaşlardan Robert Balswell, Susan Atkins və Mary Brunner birlikdə Gary Hillmanın Topangada olan evinə getdilər. Gary Hillman musiqi müəllimi idi, lakin kirli işlərə bulaşmışdı. Mansondan borc almışdı və qrupdaşlar evində Gary Hillmanı tutaraq borcunu qaytarmasını tələb etdilər. Lakin Gary Hillman onlara pulunun olmadığını və borcunu indi verə bilməyəcəyini dedi. Belə olduğu halda qrupdaşlar zəng edərək Mansona Gary'nin borcunu qaytarmaq üçün pul olmadığını bildirdi. Manson və onun yaxın adamı Bruce David birlikdə Gary Hillmanın yaşadığı evə gəldilər. Manson bir qılınc ilə gəlmişdi. Manson Gary Hillmanın bədənində və qulağında fərqli kəsiklər və yaralar açdı. Bununla belə borcunu ödəyə bilməyəcəyini anladığında Bobby'yə onu öldürməsi üçün əmr verdi. Bobby, no. Don't do this, man. Bobby, don't do it. Don't do it, man. No. Aradan keçən bir neçə günün ardından Gary Hillmanın dostları narahat olduqları üçün onun evinə getdiklərində daha evin girişindən pis qoxunu ala bilirdilər. Onlar Gary'ni tapdıqda o özü üstə yıxılmış vəziyyətdə idi. Üzü qulağına qədər kəsilmişdi və bədəninin fərqli yerlərində yaralar və kəsiklər vardı. Hadisə yerinə gələn dedektiv araşdırma etdiyi əsnada divarda bir yazı aşkarladı. Yazı qan ilə yazılmışdı. Yazı isə belə idi: siyasi donuz. Bu hadisədən qısa bir müddət sonra Bobby 6 avqust sabahı Gary'dən oğurladıqları maşında yatıb qaldığı üçün polis tərəfindən saxlanıldı. Maşında cinayətdə istifadə olunan bir bıçaq və şübhəli əşyalar aşkarlandı. Manson Bobby'nin saxlanılmasını öyrəndikdə onun hər şeyi etiraf etmə ehtimalını nəzərə alaraq Helter-Skelter hərəkatını başlatdı. Qrupdan seçdiyi bir neçə nəfərə silahları və bıçaqları götürməyi və gecələri geyindikləri qara paltarı geyinmələrini tapşırdı. Hazırlıqlarını tamamlayan Tex Watson, Linda Kasabian, Patricia və Susan Atkins qorxunc bir hadisə törətmək üçün yola çıxdılar. Manson onlara bu hadisənin daha əvvəl görülməmiş dərəcədə dəhşətli, kirli və qorxunc olmasını dedi. 9 avqustda qrup Benediktdəki Cielo yoluna getdi. Hollywood aktyorlarının yaşadığı bu əraziyə girmək üçün maşından endilər. İçəridə böyük bir şirkət sahibi olan Abigail Folger, aktyor Jay Sebring, bir başqa qadın aktrisa 8 aylıq hamilə olan Sharon Tate və prodüser Wojciech Pirkovski vardı. Çöldə isə bu insanlarla əlaqəsi olmayan Steven Perrant adında bir gənc var idi. Axşam saat 10 radələrində yaşadığı yerdən maşın ilə çıxmaqda olan Steven silahla vurularaq öldürüldü.
Ətrafı yoxladıqdan sonra Tex Watson gizlicə mənzilə daxil oldu və içəridən digərlərinin girməsi üçün qapını açdı. İçəri girdiklərində divanda yatmış olan Wojciech'i uyandırdılar və silah vasitəsilə onu əsir saxladılar. Bu sırada Susan Atkins digər otaqları gəzdi və bir-bir hamısını salona topladı və hər birinin əllərini bağladılar. Ardından Tex gözünü qırpmadan Jay Sobring'i öldürdü. Bunun üzərinə Wojciech əlləri bağlı şəkildə qaçmağa çalışdı, amma mənzilin girişində bıçaqla yaralandı. Bunu görən Abigail fürsətdən istifadə edərək qaçmağa çalışdı, lakin həyətlərində tutuldu və dəfələrlə bıçaqlanaraq öldürüldü. Yaralı olan Wojciech sürünərək kömək çağırıldı, lakin bunun bir faydası olmadı. 51 dəfə bıçaqlanaraq həyata gözlərini yumdu. Geriyə sadəcə 8 aylıq hamilə olan məşhur aktrisa Sharon Tate qalmışdı. Susan onun hamilə olmasına baxmayaraq dəfələrlə bıçaqlayaraq ölümünə yol açdı. 9 avqust 1969 gecəsi birisi anasının bətnində 8 aylıq hamilə uşağı ilə birlikdə 6 nəfər vəhşicəsinə öldürüldü. Evdəki 4 qurbanda toplamda 102 bıçaq zərbəsi vardı. Susan evdən çıxarkən Sharon'ın qanı ilə qapıya donuz yazıb qapını açıq buraxdı və bu formada oradan uzaqlaşdı. 10 avqust tarixində, yəni bu hadisələrdən bir gün sonra Lebyanka cinayətləri törədildi. Lenov və Rosemary yenə bıçaqlanaraq öldürülmüşdü. Divara qan ilə donuzları ölüm və soyucunun üzərinə səhv formada Helter Skelter yazılmışdı. Aradan keçən 2 ay ərzində Manson və ailəsi xəbərlərdə öz cinayətlərini izləyib əylənir və bunlara gülürdülər. Amma 12 sentyabr tarixində Manson maşını oğurlamaqdan bir daha polis tərəfindən saxlanıldı. Lakin polislər hələ Mansonun bu cinayəti törətdiyini bilmirdilər. 6 noyabr tarixində Susan bir hadisə əsasında polislər tərəfindən saxlanılır. Saxlanıldığı vaxtlarda həbsxanadakı dostuna törətdikləri cinayətləri öyünərək etiraf edir. Ölüm siyahısından, elədikləri və planda olan gələcək cinayətlərindən danışır. 24 iyul tarixində bu etirafların üzə çıxması əsasında Manson və ailəsi haqqında araşdırma başladılar. Məhkəmə prosesi zamanı cinayətlər törədilən zaman qrupu ilə birlikdə gəlib, sonradan oradan qaçan Linda onların əleyhinə ifadə verdiyinə görə ona toxunulmazlıq verilir. Manson məhkəmə zamanı özünü uzun bir şəkildə müdafiə edir. Lakin məhkəmədə olanlar onun normal düşüncəli bir insan olmadığını çoxdan anlamışdılar. Məhkəmə 25 yanvar 1971-ci ildə cinayətkarlara ölüm hökmü əmrini verir. Lakin 1972-ci ildə bu qərarın dəyişməsi əsasında ölüm hökmü həbs cəzası ilə dəyişdirilir. Manson və ailəsi polis tərəfindən saxlanılmasaydı, cinayətlərinə davam edəcəklərdi. Ölüm siyahıları daim əllərində, şeytan isə hər zaman qəlblərində idi.